Salam, Hökməlidə beton yolunda 9 sütun içərisində sizi şəxsi, geniş, Hindistan evlərinə oxşayan bir evlə tanış edirəm. Yəni burada kondisionerə ehtiyac yoxdur. Evin hündürlüyü, mənzərəsi yəni bir başqa aləmdir. Ayın gözəlliyi də bir başqadır. Həyətin genişliyini götürün. Burada incil ağacları, bağ, bustan, üzüm ağacları, hin. Yəni bunun arxa hissəsi də var. İkinci mərtəbədən götürüb indi göstərərəm. Evin içərisinə daxil olaq, bir gözəlliyi tanış olun. Evin giriş hissəsi, birinci mərtəbə, hamam hissəsi. Burada da hamam paltaryuyan maşın zat filan, asma tavanla yığılmış hamam. Geniş bir giriş hissəsi. Geniş bir zal hissəsi. Evin aurası çox yüksəkdir. Gördüyünüz kimi yuxarısı da əllə işləmə taxtalardır. Yəni uçan alçıban zad deyil. Mətbəx hissəsi. Geniş bir mətbəx hissəsi gördüyünüz kimi. Əslində susasan ev danışsın. Burada da bir geniş otaq. İkinci mərtəbəyə gedək. Burada da nəsə təmirsiz hamam var. İkinci mərtəbədə olan yataq otağı. Belə bir gözəl yataq otağı var. Diğer geniş otaq burada. Diğer otağımız da burada. Uşaq otağı gördüğünüz kimi. Diğer otaq da burada yerləşir. Evin arxa hissəsini göstərim. Gördüğünüz kimi burada da hin var. Arxa hissəsi var. İstəyənlər əlaqə saxlasın bu və digər çəkilişlərlə bağlı. Sağ olun.